Elimizə, obamıza bahar gəlir. Təbiətin nazlı gəlini bahar yenə də cilvələnir. Təbəssümlə boylanan günəşin ilıq nəfəsi ana torpağı qış yuxusundan oyadır. Kol dibindən boylanan bənövşə, yaz mehinin qanatlarında ətrafa yayan Novruz gülü, baharın müjdələri kimi könül oxşayır. Gözlərdə sevinç qığılcımları oynayır, üzlərdən fərəh, təbəssüm oxunur. Min illərdir ki, xalqımız baharın gəlişini Novruz bayramı ilə qeyd edilir. Bu il Sumqayıt şəhəri Novruz bayramına daha möhtəşəm və daha mütəşəkkil hazırlaşıb. Şəhər sakinlərinin sevimli istirahət güşəsi olan yeni yaradılmış Sumqayıt bulvarı baharın gəlişi münasibəti ilə başdan-başa bayram libasına bürünüb. Bayram şənliyində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, xarici qonaqlar, şəhər rəsmiləri və ictimai nümayəndələri, eləcə də minlərlə sakin iştirak etdi. Işık sesi, yeni bir hayatın gelir nefesi. Her yanda iş gelir, yalnız işler ömrü hele. Devletin rehberi gelip taşırır. Sonra qonaqlara bulvarın tikintisinin rəmzi olan kompozisiya təqdim olundu. Sallanır hər qarış, çöl Sumqayıtda, xarqə yaradır, ev Sumqayıtda. Oyatır zavodlar, səslənir zəfər, axır bol metaldan sel Sumqayıtda. Canlanır hər qarış, çöl Sumqayıtda, xarqələr yaradır, ev Sumqayıtda. Canlanır hər qarış, çöl Sumqayıtda, xarqələr yaradır, ev Sumqayıtda. Tədbirdə Dədə Qorqud xeyir dua verərək Novruz bayramının xalqımıza uğur, bol ruzi bərəkət gətirməsini dilədi. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bayram tonqalını alovlandırdı. Aziz Sumqayıtlılar, Ardınca bulvar boyunca xalq gəzintisi və bayram şənlikləri təşkil edildi. Səməni və digər Novruz atributları ilə bəzədilən bulvarda Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, çoxsaylı bayram çadırlarının ətrafında qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığın ən gözəl nümunələrini tamaşa etdilər. Qeyd edək ki, xalqımızın bugünə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də Azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır. Torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır. Gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. Milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz, xalqın müqəddəs etiqadına söykənməklə özündə böyük bədii estetik, mifik, mənəvi əxlaqi dəyərləri, ülvi və dünyəvi duyğuları, tarixi etnoqrafik dəyərləri təcəssüm etdirir. Bu bayram xalqımızın maddi-mənəvi mədəniyyətinin çox qədimliyinə dəlalət edən sosial hadisə kimi nəzərdən keçirilməlidir. Novruz hələ qədim zamanlardan xalq tərəfindən yüksək səviyyədə qeyd olunub. Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram insanla təbiətin bütövləşməsi, harmoniyası sayılır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradır. Novruz mərasim sistemi və ilkin semantikası etibarilə baharın gəlişi ilə harmoniyada gerçəkləşən insanın yaradılışı mifi ilə bağlıdır. Bu bayram şərq xalqları tərəfindən rəsmi bayram kimi qəbul edilməsi tarixinə qədər müxtəlif mərhələlərdən keçə-keçə uzun bir yol qət edib. Novruz mərasim kompleksində əsas olan 4 çərşənbə insanın 4 ünsürdən yaradılması haqqında dini mifik görüşlərini simvollaşdırır və öz mahiyyəti etibarilə ilkin yaradılış dialektikasını işarələyir.
Novruz dünyanın və insanın yaradılış bayramıdır. Onun epoxaları, xalqları, dinləri, qitələri əhatə edən kulturoloji fəlsəfi əzəmətinin, milli böyüklüyünün əsasında varlıq aləminin yaradılışı haqqında ilkin mifoloji kosmogonik konsepsiya durur. Novruz özünün qlobal məkan və zaman coğrafiyasında heç vaxt ilkin yaradılış fəlsəfəsindən məhrum olmayıb. Dünyanın harasında, tarixin hansı dönəmində olursa olsun, təbiətin insanın varlığını təzələyib, yenidən yaradaraq yox olmaqda qoruyub. Novruz bayramı millətin mövcudluğu üçün hava və su kimi lazım olan milli energetikanın məkanlararası daşıyıcısı, zamanlararası ötürücüsüdür. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın təşəbbüsü ilə BMT də 21 Martı Beynəlxalq Novruz günü elan edib. Bu da bayramın bəşəri miqyasdakı roluna yüksək önəm verildiyinə dəlalət edir. Şam düzün doyarzunuz çin olsun. Şöyle saçan alovun biri de benim olsun. Süfrelere şam düzün doyarzunuz çin olsun. Şöyle saçan alovun biri de benim olsun. Semeni nazlı gelin ince belinde kemer. Baharın elçisidir bezeylin elbekler. Semeni nazlı gelin ince belinde kemer. Baharın elçisidir bezeylin elbekler. Yurdumuza yaz gelir. Tez barışsın küsenler, hale size yar olsun, sevilenler sevenler. Yurdumuza yaz gelir, tez barışsın küsenler, hale size yar olsun, sevilenler sevenler. Şeker bura patlana, bezer verir konçaya, baharın nimetidir ele obaya. Şeker bura patlana, bezer verir konçaya, baharın nimetidir. Sonda bayram şənliyi Dənizkənarı Bulvar kompleksində konsert proqramı ilə davam etdirildi. Tədbirdə Respublikanın tanınmış sənət ustaları, incəsənət xadimləri iştirak edib. Əzizim Xuda səni, saxlasın Xudam səni, biraz olar görəndim, hər gün yuxumda səni. Gülü Əliquliyeva, Elbrus İsmailov, Firuzad Gezalov, Dünya TV.